Evlənmək istəyirəm. Mənim üçün elçi gedərsiniz. Elçilik məsələsi biraz çətin məsələdir. Mən getsəm görə o boyda məsuliyyətin altına girim. O daxı mən necə girim o məsuliyyətin altına da? Nə deyim, sabah deyim ki, gəlmişəm elçi. Deyəcək, hardan tanıyırdın? Özünüz yaxşı olar ki, inşallah öz böyüklərimizi, ağsaqqallarımızı götürün, gedin elçi inşallah. Mən düşünürəm, güman edirəm ki, qızı vermirlər ona. Sizi istəyir aparsın ki, sizin sözünüzdən keçməzlər deyə. Amma həqiqətən çətin bir mövzudur. Çətin bir mövzudur. Çox ehtiyat eləmişəm. Getmişəm elçi, demirəm, heç vaxt getmirəm. Mənə bir neçə olub ki, xüsusi insanlar getmişəm. Bəzisi də var ki, gedəcəm öz yerində. Daha onlarla belə deyim, ünsiyyətim çoxdur, görürəm necədir vəziyyət durum. Böyük məsuliyyətdir də. Mütləq tanımalısınız daha çox. Mütləq tanımalısınız. Hərdən də getdiyim yerlərdə elə söz deyiblər ki, inan Allah o qədər böyük məsuliyyət hiss eləmişəm ki, sənə verdik ya, yəni sizə verdik. Bu böyük sözdür də, adam özü də biraz məsuliyyət hiss eləyir. İnşallah başımızı uca eləyərlər, Allah da xoşbəxt eləsin.